Hər kəsə salamlar. Sualım var rubrikasında yeni məktubumuz var. Gəlin başlayaq. Salam Aygün xanım. Öncəliklə sizə təşəkkür etmək istəyirəm. Həm YouTube, həm də Instagram səhifənizdə paylaşdığınız resurslar mənə şəxsi olaraq çox kömək edir. Bu gün sizinlə özümlə bağlı uzun müddətdir davam edən bir prosesi bölüşmək istəyirəm. Hal-hazırda imtahan periodundayam və müşahidə edirəm ki, hər dəfə imtahan dövrün girəndə həyatımı sanki dondururam. Hisslərimdən tutmuş, gündəlik fəaliyyətlərimə qədər hər şeyi dayandırıram. Məsələn, sağlam qidalandırdımsa dayandırıram. İdmana gedirəmsə getmirəm. Özümə yeni paltar almağı kəsirəm. Baxım məhsullarını azaltmağa başlayıram. Masaj, spa, hətta sadə streçinq və ya parkda gəzmə kimi fəaliyyəti də dayandırıram. Yəni sözün əsl mənasında özümə dəyər göstərdiyim bütün şeyləri həyatımın içindən çıxarıram. Bunun 2 səbəbi olduğunu düşünürəm. Birinci səbəb zahiri səbəbdir. Özümə imtahan periodudur, vaxtım yoxdur deyə bəhanə verirəm. Yəni tənbəllik edirəm. Amma bilirəm ki, bu tam əsaslı səbəb deyil. Çünki sağlam və formada olmağı həqiqətən istəyirəm. İkinci və daha güclü səbəb isə budur. Özümü bunlara layiq görmürəm. Məndə belə bir inanc var ki, bütün bu gözəl şeylər yəni baxım, istirahət, ailəncə, özümə sərmayə qoymaq, gələcəkdə uğur qazanmış versiyama aiddir. Sanki indiki mən buna layiq deyiləm. Məsələn, qızlarla çölə çıxmağı dayandırıram, əylənəndə özümü günahkar hiss edirəm. Halbuki evdə qalanda da səhərdən axşama qədər dərs oxumuram. Sadəcə əyləndiyim zaman içimdə aqressiya başlayır. Fikirləşirəm ki, nə qazanmısan ki, indi özünə istirahət verirsən. Halbuki maddi olaraq imkanım var. İstədiyim baxım məhsulları da ala bilirəm. İdmana yazıla bilirəm, masaja gedə bilərəm, amma etmirəm. Çünki özümü bunlara layiq görmürəm. Sanki özümü saxlamışam. Deyirəm ki, əvvəl o uğuru qazanım, sonra hər şeyi özümə birdən-birə verəcəm. O zaman özümü layiq hiss edəcəm və o zaman özümə aqressiya göstərmədən həqiqətən həyatın dadını çıxaracam, özümdən əl çəkəcəm. Amma bu məni yorur. Daim gələcəkdəki ideal məni xəyal edirəm. Listlər yazıram ki, imtahan bitsin və nəhayət onları edim. O listləri yazmaq və xəyal qurmaq mənə süni bir xoşbəxtlik verir. Amma real həyatda o şeyləri etmirəm. Maraqlıdır ki, bu vəziyyət çoxdandır davam edir. Sanki həyatımı hazırlıq mərhələsində saxlamışam. Yaşamağı gələcəyə saxlayıram. Bu mövzuda sizin fikirlərinizi bilməyi çox istərdim. Təşəkkür edirəm. Biz daima fərqində olmadan, qəsdən yox əlbəttə ki, amma hər mövzuda özümüzün əziyyət çəkən, zərər çəkən, qurban pozisiyasından görürük, danışa bilirik və bütün situasiyanı da adətən bu tərəfdən təqdim edirik. Mən isə bəzən özümü o daima belə pis xəbəri gətirən bir insan kimi hiss edirəm. Burada da gözlənilməyən bir tərəfdən, qapıdan daxil olacağam. Məncə bu uzun məktubu anlamaq üçün indi mən sizə bir situasiya təsvir edim. Siz özünüz də başa düşəcəksiniz burada söhbət nədən gedir. Yadınıza salın, məktəb vaxtı ya da hələ də bilmirəm indi neçə yaşınız var, valideyninizdən asılısınızsa və onlarla yaşayırsınızsa. Yadınızda da biz məsəl üçün istəyirik ki, olar gedim rəfiqəmlə Targovda gəzim, olar diskoteka gedim, olar harasa gedim, hansı şənliyə gedim, kiməsə qonaq gedim. Və valideyn deyirdi ki, baxarıq, qoy düşünüm. Ya da ki, bunu eləyərsən, sonra icazə verərəm. Ya da ki, sən nə etmisən, nə dərs oxumusan ki, sən harda 5 almısan, nə qiymətdə, nə qazanmısan sən bu indiyənə kimi ki, hələ bir gəzməyə də getmək istəyirsən. Baxın, bu situasiyada, özəlliklə o situasiyalarda, haçan ki, biz valideynimizdən icazə istəyirik. Məsələn, olar mən harasa gedim, olar mən nə isə eləyim. Valideyn cavabı dərhal vermir və deyir ki, qoy düşünüm, deyərəm, qoy bir düşünüm, biraz mənə zaman ver. Onda biz valideyndən asılı vəziyyətdəyik. Və valideyn isə bizim üzərimizdə maksimum hökmə sahibdir. Yəni biz onun qarmağındayıq.
İndi biz onun kefindən, onun istəyindən tamamilə asılıyıq və biz artıq bilmirik ki, onun gözünün içinə necə baxaq, necə davranaq, maksimum nə edə bilək ki, o icazəni istəyək. Yəni burda, bu məktubda bir növ ideal mənlə real mənin arasındakı münasibət təsvir olunub. Bizə çox çətindir, bayaq mən təsvir etdiyim o öncələr anamız ya valideynimiz adlandıraq olan hissəni özümüzün içində görmək istəmirik. Bizə çox çətindir. İnsanın içində paralel olaraq 2 tam tərs proses baş verir. Bir tərəfdən mən özümə, necə ki xanım yazır da, özümə bu verdiyim aqressiyanın, əziyyətin acısını hiss edirəm və bunu mənə görmək olar. Amma eyni zamanda mən bu elə bil ki, o uşaq var hansını ki mən güdürəm, hansını ki mən kontrol eləyirəm, hansı ki mənim icazəmi gözləyir, hansı ki bilirəm ki, belə qıqını çıxartmayacaq, çünki çox istəyir axı harasa getmək, nəyisə eləmək. Bax, o uşağın üzərindəki mən hiss etdiyim hökmdən olan zövqümü görmürəm. Ona biz o zövqü, o bir növ sadistliyi bizə görmək olmaz. Mən demirəm ki, qəsdən eləyirdi valideynlərimiz bizi buna. Bu sadistliyin dadını çıxardırdı. Yox, demirəm. Onlar da fərqində deyildi bunu edəndə. Biz də fərqində deyilik. Biz o hökmdən özümüzün üzərindəki o maksimum hökmü hiss edəndə, oradakı o kayfı görmürük, hiss etmirik, anlamırıq. Əsas da bilirsiniz niyə? Çünki bizə onu görmək olmaz. Niyə görmək olmaz? Çünki biz əgər məsələn mən ömür boyu valideyndən zəhləm gedib mənim üzərimdə o hökmünə görə ki, mənə icazə verməyib, istədiyimi etməyə qoymayıb, indi o eyni valideyni öz içimdə görmək, yəni çox çətin bir şeydir. Çox çətin bir prosesdir. Necə zəhləm getdiyim şey mənim içimdə var indi. Eyni ondan mənim içimdə var. Bax, bunu xanım təsvir edir. Yəni bir növ elə bil ki, mən nə zamana qədər ki, deyirəm özümə ki, eləməyəcəksən, idman eləməyəcəksən, kafelərə getməyəcəksən, getsən də burnundan gətirəcəm. Heç qidalanmayacaqsan. Bütün sənə zövq verən şeyləri, istədiyin şeyləri hamısını səndən alacağam. Olmaz. İmtahanı verərsən, sonra baxaram. Görüm icazə verə bilərəm, görüm layiqsən sən buna, yoxsa yox. Yəni burdakı bu proses təsvir olunub. Sadəcə olaraq xanım da siz burada özünüzün o zərər çəkən tərəfi görürsünüz. Bu birisi tərəfə hansı ki zövq alır bu kontrol altında özünü saxlamaqdan. O tərəfi görmürsünüz. Biz bir növ bir Allah kimiyik o rolda. Hansı ki real mənin üzərində maksimum hökmü var. Və deyir, görüm, baxaram. Verərsən imtahanı, görüm hələ neçə alırsan. Görüm hələ sən keçirsən bu imtahandan ya yox. Sonra baxıram, görüm sən layiqsənmi idman eləməyə, layiqsənmi normal qidalanmaya, layiqsənmi bu çox yoruldun ki, hələ bir gedib bir də əylənəsən. Yəni görürsüz nə tərzdə danışırıq da özümüzdən. Nə qazanmısan ki, indi özünə istirahət verirsən. Yəni bu dialoq bizim içimizdə kimdən kimin arasında baş verir. Hansı mənim qabağında mən deyirəm, nə olar mən 5 dəqiqə gedim, nə olar gedim bir saat şey eləyim, rəfiqələrimlə oturum. Get, amma özün bilərsən. Yəni özün bilərsən demək ki, sən burnundan gətirəcəm bunu. Elə ordaykən də insan özünün burnundan gətirir bütün bunu hamısını. Və özünü həqiqətən elə bil ki, o real mənin üzərindən istədiyi eksperimenti keçirilə biləcək, istədiyi şeyi yaşada biləcək bir hökmdar kimi, bir Allah kimi hiss edir. Və bilirsiniz, insanın üçün öz dəyərini, öz qiymətini çox super tez qaldırmağın metodu, bax, öz üzərindən yüksəlməkdir. Bu həmin o metoddur. Və
bizdə elə bil ki, yenə də bunu çox çətindir. Mən bilirəm ki, 100% hər dinləyən 10 nəfərdən 9-u özündə bunu görməyəcək, görmək istəməyəcək, deyəcək ay gün başqaları bu bəqin danışır. Amma biz görmək istəmirik üzərimizdə olan hökmdən aldığımız kayfı. Özümü necə istəyərəm elə incidərəm. Bax ondan gələn o bir növ sadistik həzzi biz görmürük, görə bilmirik. Onu görsək, bəlkə də dəli olarıq və dayandırmaq istəyərik bu prosesi. Amma görmürük. Eyni zamanda da burada biz uşaq pozisiyasından, elə bil ki, uşaq üçün nəyisə etmək, o valideyn üçün eləyir. Çünki valideyn hirslənəcək, valideyndən istədiyimi almayacam deyə onun üçün eləyir, özü üçün etmir. Siz də elə bil ki, burada o aktivliyi, ya da ki, özünə baxımı falan filan elə bil ki, özünüz üçün edirsiz, etmək istəyirsiniz. Amma o belə çox maraqlı bir prosesdən keçir. Harda ki, özümə bunu icazə vermək üçün mən bir qəribə bir prosesdən keçməliyəm. Harda ki, mən direkt olaraq özümə bunu icazə verə bilmərəm. Mən buna ya layiq olmalıyam, ya qazanmalıyam, ya kiminləsə mübarizədə də olmalıyam, kiməsə nəyisə isbat eləməliyəm, kiməsə nəsə sübut eləməliyəm, sübutla isbat edincə, ya da kimdənsə dalaşmalıyam, belə prosesdə olmalıyam ki, yox mən buna layiqəm ki, ya da özümdən gizlin bunu eləməliyəm. Yəni direkt olaraq mən özümə bunları icazə verə bilmərəm. Əgər indi özəlliklə imtahan periodundan keçirəmsə, qoy mənim bu tərəfim belə hökmdar kimi deyir, yox alacam bütün o necə alırlar? Telefon olmaz, kompüter olmaz, serial olmaz, olmaz, bu olmaz, bu olmaz, olmaz. Hamısını sən xoşladığın hər şeyi səndən alıram. Görürsüz nə qədər kayf var orada hökm. Olmaz. Mən sənə deyəcəm haçan sənə olar. Mən qərar verəcəm sən haçan istifadə edəcəksən buna. Mən qərar verəcəm sən nəyə layiqsən. Mən də burada elə bir ki, işdirəm, bilmirəm neynim ki, o məndən razı qalsın ki, özümdən əl çəkim xanım deyir. Deyirsiniz də ki, özümdən əl çəkim. Və bir növ o ideala çatmaq istək də bundan irəli gəlir ki, tez çatım. Onun ki, bax bu içimdəki o münasibət bitsin. Harda ki, mən özümlə bütün bu oyunları oynayıram, özümü incidirəm, teatrlar qurulur, görürsüz bizim psixikamızda və insan çox yorulur bundan. Çox yorulur. Amma bunların azalması üçün ən azından bax bu prosesləri görmək lazımdır. Harda ki biz öz autoaqressiyamızdan, öz üzərimizdən yüksəlməkdən, özümüzü incitməkdən, öz üzərimizdən maksimum hökmə sahib olmağı çox sevirik. Çox sevirik. O bütün insanlarda demək olar ki, elədir. Bilirsiniz, İnsandan bir şey istəyərsən, o istədiyin zaman elə bil ki, sənə bir şey lazımdır, ehtiyacın var və o insan sənə onu verə bilər. O sənin üzərində avtomatik olaraq bu baş verir. Belə hökmü var kimi hiss edir. Sən artıq ondan asılısan. İndi o qərar verəcək. Biz indi onun keyfindən asılıyıq ki, mənə bu kömək veriləcək ya yox. Məsəl üçün bu tapışdımı, bu işim keçib də o insandan. Of, bir insandan işin keçməsin. Anında o, yəni nə dərəcədə insan öz daxilindəki prosesləri anlamalıdır, canavarını tanımalı, bilməli ki, bundan istifadə etməsin. Çünki istifadə etmək istəyəcək, çünki orada böyük bir kayf var. Birisini öz qarmağında saxlamaq. Bilirsiniz, hətta o nə bilim, oğlan mesaj göndərir sizə, deyirsiniz, gözlə. İstəyəndə yazaram. Bir 5 dəqiqə gözlə. Qoy axşama qədər gözlətdirim. Yəni bunu edirik qızlar, biz hamımız bunu etmişik. Hamımız da bunun kayfını yaşamışıq. Bax onu bir növ xatırlasanız, onda burdakı məktubu da anlaya biləcəksiniz və həyatımdakı o hazırlıq mərhələsində saxlamışam. Hazırlıq mərhələsidir, çünki siz necə ki burada imtahan verirsiniz, həqiqi imtahan periodundan keçirsiniz, deyirsiniz ki, imtahanı keçəcəm, olacam. Siz indi də sanki yaşamırsınız, amma sınaq verirsiniz, imtahandan keçirsiniz. Daim imtahandan keçirsiniz ki, bir gün o siz hansısa ideal versiyasına çatacaqsınız. Sizə pis xəbərim var, çatmayacaqsınız.
və onda rahat nəfəs alacaqsınız. Amma bu proseslər elə getmir. Biz heç bir ideala çatmadığımıza görə autoaqressiyada o məhv edirik özümüzü, heç bir yerə də çatmırıq, həyat da burnumuzdan gəlir və zəhər olur. Ona görə nə qədər tez və nə qədər detallı anlasaq bu prosesləri, o qədər çox özümüzə kömək etmiş oluruq və ona görə mənim bütün YouTube videolarım var və bu məktub analizləri və əlbəttə ki, hamınızı mən dəvət edirəm şəxsi seanslara. Orada biz çox daha detallı işləyirik. Bu günü bu qədər. Sizin məktublarınızı gözləyirəm. Aygün Rüstəmli 25@gmail.com aşağıda da yazacağam. Növbəti buraxılışımızda görüşərik. Sağ olun.